Salam əziz dostlar, salam değerli kardeş ve bacılarım, salam değerli vətən övladları. Videorolikdə gedən mətin Şuşamızın dahi ədibi Kərim Kərimlinin Ürəyimin Şüşəsi Şuşa kitabından götürülmüşdür. Bugünkü mövzumuz şəhidimiz Məmmədov Təvəkkül Xasayoğlu barəsindədir. Məmmədov Təvəkkül Xasayoğlu 1962-ci ildə Şuşada doğulmuş, 1992-ci ilin mayın 8-də orada ağır yaralanmış, may ayının 17-sində Bakıda hərbi hospitalda vəfat etmişdir. Şuşa şəhərindəki 4 nömrəli orta məktəbi qurtardıktan sonra Məşədi Əzbəyov adına Şuşa Mədəni Maarif Məktəbinin Mədəni Maarif İşi şöbəsini bitirmişdir. 1983-cü, 1985-ci illərdə Sovet ordusu sıralarında olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Şuşadakı istehsal kombinatında tikiş maşınları üzrə mexanik işləmişdir. 1989-cu ildən isə Bakı Trikotaj Fabriki Şuşa filialının direktoru idi. Qarabağ hadisələri başlanandan torpaqlarımızın fəal müdafiəçilərindən biri kimi həmişə ön sıralarda olmuşdu. Ramiz Qəmbərovun komandiri olduğu AXC Şuşa Könüllülər Batalyonunda vızvaz komandiri idi. Kərgicahan, Kosala, Qaybalı uğrunda gedən döyüşlərin ən fəal iştirakçılarından olmuşdu. 1992-ci ilin mayın 8-də Şuşanın müdafiəsi zamanı bir addım da geri çəkilməyən Təvəkkül Xasayoğlu Məmmədov ağır yaralanaraq mayın 17-sində hərbi hospitalda vəfat edib. Məzarı Bakı Şəhidlər Xiyabanındadır. Ailəsi Bakıda məskunlaşmışdır. Allah şəhidimizə rəhmət eləsin. Torpağı nurla dolsun.